Om Namo Bhagavate Vasudevaya. Bhagavad Gita Fəsil 9 Mətin 33. Xoş gördük Bhagavad Gita'nın değerli dinləyiciləri. Bu 9-cu fəslin adı ən məxfi bilikdir. Son iki mətnidir. 33 və 34. Bundan sonra 9-cu fəsil nədir? Bitir. Fəslin adı ən məxfi bilikdir. Və bu fəsil başlayır Krishna Allah Ali şəxsin ikinci beytlərdə dediyi olduqca vacib məsələ ilə. Krishna deyir birinci, ikinci beytdə ki, əzizim Arjuna, heç vaxt mənə paxıllıq etmədiyinə görə mən sənə ən məxfi bilik verəcəm və sən bu biliyi dərk etməklə maddi həyatın bütün istirablarından azad olasan. Bu biliklər şahı sirlər sirridir, o safdır. O insana öz mahiyyətini dərk edərək onu bilavasitə duymağa imkan verdiyinə görə din kamilliyidir, o əbədidir və onun həyata keçirilməsi sevinç gətirir. Bax bunu bu fəslin birinci, ikinci beytində demişdir və mən də bunu 9-cu fəsil boyu hər bir mühazirənin əvvəlində təkrar edirəm. Ki biz bilək söhbət nədən gedir? Ən məxfi bilik. 33-cü mətndir. Mətnin sanskriti belədir. Kim punar brahmana punya Bhaktarajar shayastatha Anityam asukham lokam İmam prapya bhajasvamam. Beytin Azərbaycanlı tərcüməsi. Ona görə, üzr istəyirəm, onda gör mümin brahmanlar, fədailər və övliya şahlar üçün bu nə qədər asandır. Buna görə də istirablarla dolu bu müvəqqəti dünya düşdükdə Arjuna mənə məhəbbətlə xidmət et. 33-cü beytdə 32-də nə deyirsə 33 onun davam edir. 32-ni oxuyum, baxın. Ey Pritan oğlu Arjuna, məndə sığınacaq tapanlar, aşağı mənşədən, qadınlar, vaişyalar, ticarətçilər, şudralar, fəhlələr, olsalar da belə ali məscidinə çata bilərlər. Yəni, məndə sığınacaq tapsın əsas məsələdir. Bhaktivedanta Swami Prabhupada hələ öz izahında bura çandalları, necə deyirlər, itəti yiyənləri də bura əlavə eləyir. Yəni, istənilən səviyyənin insanı. Krishna deyir ki, məndə sığınacaq tapsa, ali məscidinə çata bilərlər. İnsaniyyətin ali məqsədinə. Onda, davam edir, onda gör, mümin brahmanlar, fədailər, Allah fədailər və övliya şahlar üçün bu nə qədər asandır. Yəni, Krishna deyir ki, əgər məndə sığınacaq tapmaqla qadınlar, ticarətçilər, şudralar, çandallar, itəti yiyənlər belə ali məscidinə çata bilərlərsə, gör onda bu mümin brahmanlar, fədailər və övliya şahlar üçün nə qədər asandır. Buna görə də istirabla dolu müvəqqəti dünya düşdükdə mənə məhəbbətlə xidmət et. Bhaktivedanta Swami Srila Prabhupadanın beytə qısa izahı. Bu maddi dünyada insanlar müxtəlif sirklərə bölünürlər. Lakin buna baxmayaraq bu dünyada heç kəs xoşbəxt deyildi. Burada aydın şəkildə deyilir. Anityam ashukam lokam. Anityam ashukam lokam. Anityam ashukam lokam. Kim punar, beyt belədir. Kim punar brahmana punya. Bhaktarajar shayas tatha. Anityam ashukam lokam. İmam prapya bhajasvamam. Burada anityam ashukam lokam. Anityam müvəqqətidir, ashukam istirabla dolu, lokam planet deməkdir. Müvəqqəti və istirabla dolu planet. Anityam ashukam lokam bu dünya müvəqqətidir və istirabla doludur. Bura dərrakəli və alicənab adamın yeri deyil. Beləliklə Allah ali şəxs bu dünyanı müvəqqəti və istirabla dolu yer elan edir. Bəzi filosoflar, xüsusilə də mayavadilər deyirlər ki, bu dünya saxtadır. Lakin biz Bhagavad Gita'dan başa düşə bilərik ki, bu dünya saxta deyil, müvəqqətidir.
Müvəqqəti ilə saxta arasında fərq vardır. Bu dünya müvəqqətidir, lakin əbədi olan başqa bir dünyada var. Bu dünya istirablarla doludur, o dünya ora isə əbədidir və həzz içindədir. Arjuna Övliya Şah ailəsində doğulmuşdu. Bununla belə Tanrı ona deyir: "Mənə sədaqətlə xidmət et və tezliklə geriyə öz mənzilinə, öz evinə, Tanrının yanına qayıt." Heç kəs istirabla dolu olan bu müvəqqəti dünyada qalmamalıdır. Hamı əbədi səadət əldə etmək üçün Allah ali şəxsə sığınmalıdır. Uca Tanrıya sədaqətli xidmət bütün insan silklərinin problemlərini həll edə bilən yeganə prosesdir. Beləliklə hamı Krishna şuurunu yaxud ilahi şuuru qəbul etməli və həyatını kamilləşdirməlidir. Bu Bhaktivedanta Swami Srila Prabhupāda'nın 9-cu fəslin 33-cü mətninə verdiyi izah idi. Burada Krishna mən təkrar elədim, dedim neçə dəfə də 32-ci ilə 33-cünü bir yerdə demək olar. Ey Pirtan oğlu Arjuna, məndə sığınacaq tapanlar aşağı mənşədən, yaxud yəni ki, qadınlar, vayşılar, şudralar olsalar da belə ali məskinə çata bilərlər. Yəni ki, əsas məsələ ki, o məndə sığınacaq tapsınlar. Onda gör mömin brahmanlar, fədailər və övliya şahlar üçün bu nə qədər asan məsələdir. Buna görə də istirabla dolu müvəqqəti dünyaya düşdükdə mənə məhəbbətlə xidmət et. Arjuna, Krishna deyir Bhagavad Gita'nın 32-33-cü mətnlərin bir yerdə oxudum. Və Bhaktivedanta Swami Srila Prabhupada Krishna'nın burada bu cümləsində, bu fikrində əsasən diqqəti cəlb eləyir. Srila Prabhupada öz izahında diqqəti cəlb eləyir ikinci cümləyə. Krishna'nın dediyi bu beyt iki cümlədən ibarətdir. Və ikinci cümləyə diqqəti cəlb eləyir bütün öz verdiyi qısa izahda. Deyir ki, Anityam ashukam lokam, anityam asukam lokam, anityam müvəqqətidir, ashukam istirabla doludur, yəni xoşbəxtlikdən məhrumdur, lokam da planet deməkdir. Və deyir ki, Srila Prabhupada burada deyir ki, baxın, deyir ki, bura, yəni bu maddi dünya dərrakəli və alicənab adamın yeri deyil. Bu fikri Prabhupada'nın ruhani ustadı Bhaktisiddhanta Sarasvati Thakur istifadə eləmişdi. Və təbii ki, Srila Prabhupada onun şagirdidir, ruhani ustadın dediyi sözü təkrar eləyir. O demişdi ki, bu maddi dünya, yəni centilmenin yeri deyil, alicənab adamın yeri deyil. Beləliklə, Allah ali şəxs özü, Tanrı Allah ali şəxs özü, baxın, mütləq həqiqətin ali aspektidir, Krishna. Bu dünyanın müvəqqəti və istirabla dolu yer elan eləyir. Bildiniz? Allah ali şəxs özü. Və Prabhupada deyir ki, heç kəs, sonuncu cümlələrdir Prabhupada deyir, heç kəs istirabla dolu olan bu müvəqqəti dünyada qalmamalıdır. Prabhupadan bu nə idi? Şəfqətin təzahürüdür. Srila Prabhupada bu dünyada yaşayan biz insanlara qarşı çox şəfqətli idi. Deyir ki, heç kim burada qalmamalıdır. Bu müvəqqəti istirabla dolu dünyada. Hamı əbədi səadət əldə etmək üçün Allah ali şəxsə sığınmalıdır. Və İcra Tanrıya sədaqətlə xidmət bütün insan silkləri, yəni bütün insan durumlarının, sosial durumlarının, problemlərini həll edə bilən yeganə prosesdir. Sədaqətli xidmət. Və beləliklə də hamı ilahi şuuru, Krishna şuurunu qəbul etməli, öz həyatını kamilləşdirməlidir. Kamil həyat Tanrıya sədaqətli xidmətlə məşğul olan həyata deyirlər. Allah ali şəxsə sədaqətli xidmətə. Gördüyümüz kimin izah, bu beytin izahı olduqca, necə deyirlər belə, çılpaq bir həqiqəti ortalığa qoyur. Çılpaq həqiqəti olduqca. Yəni biz burada həddindən artıq güzəştli məsələləri buradan üstündə çox dayanırıq, burada maddi dünyada.
güzəştə getməkdə, yəni özümüz özümüzə çox həddindən ziyadə o qədər güzəştə gedirik ki, sonra bu güzəşt qaydaya çevrilir. Çevrilir haqqa. Və güzəşt haqqa çevrilən kimi deyir ki, insan həddini aşanlardan olur. Ona görə belə insan həyatına Tanrının mərhəməti cəza kimi gələr, cəza kimi. Biz güzəşti haqqımıza çeviririk. Bu maddi dünya və bizim fiziki bədənimiz bizə verilmiş Tanrı tərəfindən güzəştdir. Güzəştdir, yəni ki, bizə yad bir bədən, fiziki bədən bizə yad bir enerjidir. Maddi enerji. Yəni o doğulur, o xəstələnir, o qocalır, o ölür, istirabla doludur. Bizim fiziki bədənimiz yox. Faktı da bu. Biz özümüzə güzəştə gedə bilərik çox şeyi. Deyə bilərik ki, əşi yox, biz burada gör nələr eləmişik bir. Gör nələr tikirik, nələr qururuq, nələr yaradırıq. Hansı arzularla, istəklərlə yaşayırıq və s. Nəsillər, əsillər, imperiyalar və s. qururuq yaradırıq, böyük-böyük şəhərlər sarıq. Bu dünya çox gözəldir. Bunların hamısı, bilirsiniz nətədir? Bunların hamısı, bu bizim güzəştimiz, özümüzün özümüzə güzəştə getməyimiz kateqoriyasındadır. Bildiniz? Biz özümüz özümüzə, Tanrı bizə güzəştə gedib maddi dünyanı və fiziki bədəni bizə güzəştə gedibdir. Güzəştdir da bizim fiziki bədənimiz. Elə deyil. Bizim fiziki bədənimiz bizə yad bir enerjidəndir, illüzor enerjidəndir və biz bu fiziki bədənlə özümüzü eyniləşdirəndə bədənə aid olan şeylərin hamısını özümüzünki sayırıq. Hansı ki, nə bədən bizimdir, nə bədənə aid olanlar bizimdir. Yəni, nə bu bədən mənəm, nə də bu mənimdir. Və xüsusilə də bu bədənə aid olanlar əgər bu bədən mən deyiləmsə və mənim deyilsə, bu bədənə aid olanlar nətər mənim ola bilər? Gülüncdür, elə deyir. Bu Tanrı. Bəs onda ne üçün dururuq biz bu mövqedə? Çünki Tanrı bizə güzəştə gedir. Nə də güzəştə gedib ki, bizə onsuz, yəni Allahsız xoşbəxt olmaq iddiamızı həyata keçirməkdə bizə güzəştə gedib. Tanrısız, özümüzü unudaraq, Allahı unudaraq, əbədi mənzilimizi tərk eləyərək və illüzor enerji ilə sövdəyə girərək biz xoşbəxt olacağımıza iddialıyıq. Bax, bu iddiamızı həyata keçirməyə Tanrı bizə güzəştə gedir. İndi biz bu güzəşti nə qədər istəyirsiniz qanuniləşdirən, haqq qazandırağın özümüzə. Güzəşti haqq qazandırağında, cürbəcür şeylərlə. Buna qarşı çıxa bilər kimsə ki, bu dünya dərrəkəli alicənab adamın yeri deyil. Yəni ki, bu biraz, bu beyt biraz Şilapropadanın izahı biraz görsənir də, elə bir ki, biraz həddindən ziyadə insanı tərki dünyalığa dəvət edir, həddindən ziyadə insanı fəaliyyətsizliyə dəvət edir, sanki hər şeyi puça çıxardır, yəni bu dünyada hər bir şeyi puça çıxardır. Belə görsənə bilər də qıraqdan. Ancaq insanın əgər insan həyatının mənası, mahiyyəti, təyinatı və ali məqsədi barədə biliyi yoxdursa, belə insan üçün bu söhbətlərin hamısı çox, necə deyirlər, belə sektant söhbəti kimi səslənir, sektant və yaxud da ki, fanatik kimi səslənir, dini fanatizm kimi səslənə bilər, görünə bilər ki, sən insanları hara dəvət edirsən? Heç kim nə ruhu görə bilmir, nə Allahı görə bilmir, nə ölümdən sonra həyata inamı yoxdur heç kimin. Bildiniz? İnsan ancaq özünün fiziki bədənini duyur, ondan yaşayır, həzz alır və bu bədənin məxsus olduğu bu dünyanın hər bir şeyini reallıcasına görür, reallığını sayır, hesab edir ki, real budur. Və salam. Ölümdən sonra həyata da inanmır. Müasir dövr insanları özünün cisimdən fərqli olan ruhi təbiəti barədə heç bir nə nəzəri, nə praktiki məlumata malik deyil. Ona görə belə adam üçün bu şeylər hamısı çox belə, yenə deyirəm, o fanatizm, dini fanatizm və sektantlıq əhval-ruhiyyəsində oxşaya bilər. Amma ki, biz bunu necə qəbul edib eləməməyizdən asılı olmayaraq həqiqət öz həqiqətliyində qalır. Yəni bizim həqiqəti başa düşüb düşməməyimiz, qəbul edib eləməməyimiz, bildiniz, bundan asılı deyil. Həqiqət öz həqiqətliyini itirmir. Bizim burada başa düşmədiyimiz, anlamadığımız, dərk eləmədiyimiz küllü miqdarda məsələlər var. Küllü miqdarda.
başa düşə bilmədiyimiz, anlamadığımız, dərk edə bilmədiyimiz məsələlər burada küllü miqdardadır bu maddi dünyada. Hansı tərəfdən yaxınlaşsaq görəcəyik ki, bizim bildiyimiz, bilmədiyimizdən çox rəqəmə sığmaz qədər azdır. Bizim bilmədiyimiz. O Həzrəti Əli əleyhissalam bir sözü vardı. Deyirdi ki, Fatih surəsini izah eləsən, Fatih surəsində 7 dənə ayə var. Deyirdi, onu izah eləsəm 70 dəvə yükü kitab olacaq. 70 belə bir rəqəmdir də, o 80 də deyə bilər, 90 da. Yəni, hər ayəyə 10 dəvənin yükü kitab. Bildiniz yəni. Yəni, o demək istəyir ki, sonsuzluq qədər. Rəqəm o demək. Amma deyir ki, bilmədiklərimi ayağımın altımı qoysam, başım ərşə dəyəcək. Görürsünüz, bu bunun mütiliyindən işarədir. Bunun bildiyinə bax, 7 ayəyə 70 dəvə yükü kitab yaza bilər. Və bunu heç kiminçinlə qoyum deyir. Amma deyir, bilmədiklərimi ayağımın altından qoysam, başım ərşə dəyəcək. Yəni, bilmədiklərim bildiklərimdən sonsuzluq qədər çoxdur. Ona görə bizim bu dünyanın, əslində bizim bura barədə bildiklərimiz elə həqiqətin mində biri də deyil, mində biri də. Yəni bizim müasir dövrün, dəmir dövrünün biz insanlarının özü barədə, öz bədəni, fiziki bədəni barədə, ağlı dərrəkəsi barədə, hansında ki o müvəqqəti olaraq malikdir. Və bir də özünün bax burada təzahür elədiyi bu dünya barədə bizim biliyimiz heç həqiqətin real biliyin mində biri qədər deyil. Bildinizmi? Və ona görə də biz bu qədər aciz, cılız belə özümüzün biliyimizlə bizim fikirləşməyimiz həqiqətə heç bir xələl gətirmir. Bizim sözlərimiz, düşüncələrimiz ki, yox, bura belədir. Krishna burada Allah Ali şəxsdir. Krishna Allah Ali şəxs demək ki, Krishna bütün yaranışın atasıdır, bütün yaranışın səbəbkarıdır. Krishna hər şey ona məxsusdur. Krishna deyir ki, bura istirabla dolu müvəqqəti dünyadır. Vəssalam. Mrityu loka, Mrityu ölümdür, loka da planet, ölüm planetidir. Hər addım burada, hər addım qorxudur, hər addım təhlükədir, hər addım riskdir, hər addım istirabdır. Bildiyiniz hər addım təhlükədir. Burada hər addımda. Bilmirsən ki, başına nə gələcəkdir. Risk də arta gedir. Texnologiya nə qədər güclənirsə, insanın həyatı risklərlə dolur ağzına qədər. Risklə dolur. Və bu istirab dünyasında insan özünü cisimlə eyniləşdirməklə, fiziki bədənlə eyniləşdirməklə qurduğu sivilizasiya insanı heç vaxt xoşbəxt eləmir. Bu dünyada sözün əsl mənasında real xoşbəxt insan yoxdur. Ancaq xoşbəxtliyi imitasiya edənlər var. Xoşbəxtliyi imitasiya edirlər. Yəni yamsılayırlar da, bizim loru dildə desək, xoşbəxtliyi yamsılayırlar. Pokazuxa rus dilləri, pokazuxa rus dilində. Pokazuxa yalandan özünü göstərir ki, gök ki, bu xoşbəxtdir. Amma xoşbəxt deyil axı. Sözün əsl mənasında xoşbəxt deyil. Bu dünyada Şila Prabhupada deyir, bu dünyada heç kəs xoşbəxt deyildir. Nə qədər deyir, burada insanlar müxtəlif, hətta sivil insanların da belə yeri deyil bura. Həbsxanadır da. Biz həmişə müvazələrimizdə demişik ki, maddi dünya bura, zamanın hökm sürdüyü bu müvəqqəti, zaman hökm sürürsə, zamanın hökm sürməyi burada demək ki, bura müvəqqətidir. O yerdə ki, zamanın hökmü var, orada demək ki, bura müvəqqətidir də. Yoxsa zamanın missiyası nədir ki? Zaman nə üçündür? Zamanın sadəcə bircə dənə missiyası var. Daim burada yaşayanlara xatırlatmaq ki, sən burada nə edirsən elə müvəqqətidir, yadından çıxartma. Müvəqqəti yəni birazdan əlinə alacaq. Düşün, gör, müvəqqəti olanlardan ötürü özünü həsr eləmək nə dərəcədə dərrakələ işdir. Müvəqqəti olanlara özünü həsr eləmək, müvəqqəti olanlardan ötürü əldən ayaqdan getmək, müvəqqəti olanlar üçün sərf eləmək özünün enerjini, insan enerjini, vaxtını, ayrılmış vaxtı, müvəqqəti olandan ötürü eləmək nə dərəcədə bu dərrakəldir. Bunun üçündür zaman mövcuddur və insana daim bunu xatırladır. Ona görə biz demişdik ki, bu müvəqqəti zamanın hökm sürdüyü bura əbədiyyətin həbsxanasıdır. Burada da Şila Prabhupada onu deyir ki, bu impersonalistlər, mayavadilər deyirlər ki, bu dünya saxtadır. Saxtadır, dünya real deyil, həqiqi deyil, ancaq illüziyadır.
Amma Vayshnavlar deyirlər ki, bu dünya saxta deyil, illüziya da deyil əslində. Bu dünyanın illüziyalığı Vaysnav fəlsəfəsinə görə bu dünyanın illüziyalığı ondan deyil ki, bura yoxdur. Bura illüziyalı ondan əvvəldir ki, bura müvəqqətidir. Müvəqqətiliyi illüziyadır. Yəni ki, bu gün var, sabah yoxdur. İllüziyalıq ondadır. Amma onda deyil ki, bu yoxdur. Yoxdur. Yəni bu belə saxtadır, belə qallüsiyona yox, var. Bu realdır. Çünki Tanrının enerjisidir axı. İllüzor enerji Tanrının ilahi enerjisidir. Deyir, Dayveşə qunamaya, mamamaya duratiyə. Deyir ki, 3 elementdən, 3 qunadan ibarət bu illüzor enerji mənim ilahi enerjimdir. Və onu dəf eləmək qeyri-mümkündür. Mənə sığınmadıqda. Yəni, bu Tanrının enerjisidirsə, Tanrı özü realdırsa, onun enerjiləri də hamısı realdır. Sadəcə olaraq illüzor enerjinin xarakteri bu cürdür, o öz xarakterinə uyğun Tanrıya xidmət edir və ona görə Vayshnavlar bu dünyanı saxta saymırlar, Vayshnavlar bu dünyanı müvəqqəti sayırlar. Müvəqqətiliyi ilə illüzordur. Bura müvəqqətli illüzordur və burada deyir ki, Şrila Prabhupada deyir ki, bu dünya müvəqqətidir, lakin əbədi olan başqa bir dünyada vardır. Bu dünya istirabla doludur, o dünya isə əbədi və həzz içindədir. Bu nəyə işarə eləyir? Bizim həmişə mühazələrdə təkrar dediyimizə işarə eləyir Şrila Prabhupada. Nəyə? Deyir ki, biz demişdik nətər? Zamanın hökm sürdüyü bu maddi dünya əbədiyyətin həbsxanasıdır. Vəssalam. Zamanın hökm sürdüyü müvəqqəti dünya əbədiyyətin nədir? Həbsxanasıdır. Ona görə də deyir ki, burada deyir Dərrakəli, Prabhupada deyir ki, bura Dərrakəli və alicənab adamın yeri deyil. Dərrakəli və alicənab adamın yeridir. Dərrakəli kimə deyirik? Biz kimə deyirik Dərrakəli insan əslində? Dərrakəli insan kimdir? Əksəriyyət kimdən soruşsan Dərrakəlisən deyəcək, heç kim deməz ki, mən Dərrakəli deyiləm. Amma müqəddəs kitablara görə, müqəddəs şəxsiyyətlərə görə, Tanrı Allah Ali şəxsin fikrinə görə burada kimdir? Dərrakəli adam kimdir? Tanrı Allah Ali şəxsə görə müqəddəs yazır. Dərrakəli o insana deyirlər ki, onun dərrakəsi özünün ruhi, can adlı ruhi şəxsiyyəti üçün burada seçim eləyir. Çünki dərrakənin missiyası seçim eləməkdir, analiz eləməkdir. Yaxşını pisdən, xeyri şərdən, ziyanı xeyirdən, dəyərlini dəyərsizdən, vacib olanı vacib olmayandan. Dərrakənin işi analiz eləməkdir. Analiz eləmək və müəyyən bir yekun qərar ortalığa çıxartmaq, təqdim eləmək ağla ki, ağıl ondan hərəkət eləsin. Çünki ağlın iki funksiyası var, ya qəbul edir, ya rədd edir. Ona görə dərrakəli insan o insandır ki, onun dərrakəsi burada seçimi həmişə özünün ruhu rifahı üçün eləyir. Ruhi rifahı üçün. Dərrakəli insan belə insan deyil. Əgər o dərrakə seçimi həmişə özünün fiziki bədəni üçün eləyirsə, cismi üçün eləyirsə, bu vaxtda ruhunun rifahını unudursa, ikinci plana qoyursa, arxa plana qoyursa, belə insana deyirlər dərrakəsi yoxdur. Belə insanın dərrakəsi yox kimidir. Niyə üçün yox kimidir? Çünki özündən aşağıdakına xidmətlə məşğul olanda insan yox kimi olur da. Özündən aşağıdakına. Dərrakə özündən aşağısının xidmətçisi, sluqasıdır, nökəridir, köləsidir. Belə dərrakə. Ona görə o nədir? Yox kimidir. Belə dərrakə yoxdur. Eləcə də ağıl. Ağıl ki, hissi həzlərdən ötürü itirilir. O ağıl yox kimidir. Ağlın itirdiyi hissi həzlərdən ötürü yoxdur deməli. Cismani, fiziki bədənə aid olan məsələlərdən ötürü. Ona görə də dərrakəli, yəni ki, dərrakəsini təyinatı üzrə istifadə edən adama deyirlər. Dərrakənin də təyinatı nədir? Dərrakənin təyinatı insanın ruhu rifahı üçün seçim eləməkdir. Ruhun rifahı üçün hər şeyi, bütün seçimləri, analizlər eləməkdir. Bundan da yuxarı isə Tanrını razı salmaqdır. Dərrakənin təyinatı. Ona görə dərrakəli insan belə insana deyirlər. Hansı ki, dərrakəsini təyinatına uyğun istifadə edir. Alicənab insan isə alican burada sözü var. Alicənab, alican sözü var burada. Alican. Dərrakəli və alicənab. Dərrakəli
ruhunun rifahı üçün seçim etməyi bacaran Ali Cənab isə Ali canı, Tanrı Allah Ali şəxslə paramatmadır. Ali canı məmnun eləyən, Ali canı xoşbəxt eləyən, Ali canı məmnun eləyən, Ali canın istəyinə uyğun hərəkət eləyəndən nə? Paramatma, qəlbindəki Allah Ali şəxsin. O buna deyirlər Ali Cənab. Belələrin yeri deyil bura. Şila Prabhupada deyir ki, bura belələrin yeri deyil. Bhaktisiddhanta Sarasvati Thakur deyir ki, maddi dünya centilmen yeri deyil. Yəni böyle yeri deyil niyə görə ki? Çünki insan özünün ruhi rifahını dərk eləyəndə, Tanrı Allah Ali şəxsi dərk eləyəndə, onun üçün burada cisminin müvəqqəti tələbat və ehtiyaclarını ödəmək üçün xariqələr yaratmaq belə insan üçün burada darıq dərəcədir. Belə insan nə deyir burada? İstirab çəkir. Belə insana maraqlı deyil. Haçan ki biz burada özümüzə haqq qazandıraraq, yəni güzəştdə haqq qazandıraraq cismani tələbat və ehtiyaclarımızı komfortlaşdıra gedirik. Belə olanda dərrəkəli və alicənab adam üçün bura çox darıxdırıcı olur. O burada yaşamaq istəmir. Bura onun yeri deyil. Şila Prabhupada deyir ki, bu maddi dünya onun yeri deyil. Belə. Kim dərrəkəyə gəlib çatırsın. Onda belə dərrəkəli və alicənab adam nə edir? Belə dərrəkəli alicənab adam tamamilə özünü sığınır Tanrı Allah Ali şəxsin nilüfər qədəmlərinə. Bundan qabaqki beytdə deyən kimi. İlkini, məndə sığınacaq tapanlar aşağı səviyyədən olsalar da hökmən ali məscidinə çatacaqlar. Ona görə dərrəkəli adam bu maddi dünya üçündə sığınır Tanrının nilüfər qədəmlərinə. Bunu da bugünkü beytdə Krishna bu cür deyir ki, istirabla dolu bu müvəqqəti dünyaya düşdükdə mənə məhəbbətlə xidmət et. Dərrəkəli insan özünü Tanrı Allah Ali şəxsə məhəbbət və sədaqətlə xidmətə həsr eləyir. O görəndə ki, bura haradır? Maddi dünya. Və eyni zamanda dedi ki, Prabhupada deyir ki, bundan yanaşı, burayla yanaşı əbədi olan başqa bir dünya vardır. Biz bilməliyik ki, söhbətimizi biraz reallığa tərəf çəkmək istəyirəm ki, yəni insan özünün fiziki və psixoloji mövcudiyyətinin qayğısına qalanda insan üçün bu şeylərin hamısı dəyərli, qiymətli və reallıq kimi görsənirlər. Bu söhbətlərin hamısı. Hansı söhbətlər? Deyəndə ki, bura müvəqqətidir, ölüm itim dünyasıdır, mrityu loka. Amma bizim real həyatımız əbədiyyətdir və bura zamanın hüküm sürdüyü müvəqqəti dünya əbədiyyətin həbsxanasıdır. Bu şeylərdə reallıq görmək üçün, duymaq üçün, həqiqəti duymaq, görmək üçün insan özünün fiziki və psixoloji durumunun qunasına fikir verməlidir. Qunasına. Hansı qunanın təsir altındadır? Hansı qunanın təsir altında olmasından asılı olaraq insan bu cür şeylərə fikir verir, reaksiya verir və yaxud da ki, onları tətbiq eləyə bilir həyatına. Hansı qunadadır? İnsanın fiziki bədəni və incə bədəni. Hansı qunada o deməkdir ki, yəni insan, bizim bədənimiz 9 qapılı nədir? Şəhərdir. 9 qapısı var. Diqqət eləsəz görəsiniz. Qulaqlar, gözlər, burun, ağız, genitali və anus. Bunlar hamısı bir yerdə bu bədənin qapılarıdırlar. 9 qapısı var. Və Krishna Bhagavad Gita'da xüsusilə vurğulayır deyir ki, insan özünün yaşadığı bu şəhərciyin, 9 qapılı şəhərin qapılarını biliklə təmin eləməlidir. Biliklə təmin eləməlidir ki, belə insan xeyirxahlıq qunasına yüksələ bilsin, xeyirxahlıq səviyyəsinə. Çünki yalnız onda insanın gözündə bütün bu söhbətlərin hamısının dəyəri olur. Bütün bu şeylərin hamısına insanda güclü inam yaranır və inkişaf edir. Əks halda o vaxta qədər ki, insan ehtirasının, cəhalətin təsiri altındadır. Yəni 9 qapısından, bədənin 9 qapısından ehtirası və cahil qidalar buraxır içəri. Ağzından, burnundan, qulağından, gözündən. Cəhalət qunasının təsiri altında olan qidalar nə qədər çox buraxırsa, insan neyir? Cahilliyində davam eləyir. Heç bir şeyə marağı olmur. İlahi və
müqəddəs yazıya, müqəddəs şəxsiyyətə, onları barədə söhbətlərə, Bhagavad Gita'nı öyrənməyə, oxumağa və s. insanda maraq yoxdur bu şeylərə. Ona görə müasir dövr insanlar üçün bu söhbətlər hamısı siktantcasına səslənir və yaxud da ki, fanatikcəsinə səslənir ki, deyəndə bura müvəqqəti dünyada istirabla doludur. Bura ölüm itim dünyasıdır və Şrila Prabhupada da burada deyir ki, heç kəs istirabla dolu olan bu müvəqqəti dünyada qalmamalıdır. İnsanlar üçün bu şeylər hamısı o qədər də realistikini səslənmir. Bildinizmi? Bunun səbəbi o deyil ki, bu dini söhbətlər, bu ilahi söhbətlər, bu transendental fəlsəfə, Bhagavad Gita, bunlar hamısı uydurmadır və yaxud da ki, real. Yox, bu real deyil. Buna görə deyil. Buna görədir ki, insan ihtiras və cəhalət günahsının təsiri altındadır. Müasir dövrün insanları 99,99% ihtiras və cəhalət günahlarının təsiri altındadır. Və biz o vaxta qədər ki, ihtiras və cəhalət günahsının təsirini xeyirxahlıq qunası istiqamətində dəyişməmişik, cəhalət və etiraz. Bizim marağımız da olmur, bilik almaq qabiliyyətimiz də olmur, həvəsimiz də olmur, həyatımızı dəyişmək istəyimiz də olmur. Sadəcə olaraq əli yelləyib üstündən keçirik, əlimizi yerləyirik, keçirik üstündən. Dünyəvi problemlərimizi həll eləməyin dalca gedirik. Amma ki, insan nə ilə məşğul olursa, o insan həyatının 4 dənə fundamental problemin həll eləməyə qadir deyilsə, o deməkdir ki, insan vaxt itirir. Sadəcə olaraq. İzafi yerə vaxt itirir. İnsan həyatının 4 dənə ən fundamental problemi hansıdır? Doğuluş, xəstəlik, qocalıq, ölüm. Doğuluş, xəstəlik, qocalıq, ölüm insan həyatının ən real və fundamental problemidir. Bu problemi həll eləmirsə, sən nə ilə məşğul olursan, bu deməkdir ki, insan vaxt itirir. Boş-boşuna vaxt itirir belə insan. Ona görə biz bu məsələlərə diqqət eləməklə, eyni zamanda da qəlbimizin dərinliyindəki istək və arzularımıza diqqət eləməklə görə bilərik ki, bu əbədiyyət deyilən var. Biz mühazirədən demişdik həmişə, deyirik, ancaq əbədiyyət var. Biz bunu bilməliyik. Ancaq əbədiyyət var əslində. Əbədiyyətdən başqa reallıq yoxdur. Yerdə qalan reallıqların heç bir əbədiyyət ki, bizim burada yaşadığımız bu maddi dünyadakı heç biri reallıq deyil. Müvəqqəti olduğuna görə. Zamanın hökmü altında olduğuna görə. Yəni ki, bu bizə müvəqqəti verilirsə, bu deməkdir ki, bu bizim həqiqi nəyimiz deyir, həqiqi bizim bizə lazım olan deyil. Əgər müvəqqəti verilirsə, üzərində zaman hökmü varsa, bu deməkdir ki, bizim reallığımız deyil də bizim üçün bu müvəqqətilik. Bildinizmi? Ölüm var, xəstəlik var, qocalıq var. Bunlar hamısı realdır. Bunlar nağıl deyirlər, hə? Xəstələnlik, qocalıq, ölürük. Sonra təzədən doğuluruq. Krishna deyir, ölən hər bir ölən təzədən doğulur və yaxud doğulan hökmən öləcək və sonra yenidən doğulacaqdır. Hökmən. Və bu proses davam edir o vaxta qədər ki, biz ruhi əbədiyyət dediyim, mən bayaqdan dedim, əbədiyyət barəsində söhbətlərdə reallıq duymuruq və ona dəyər verib o istiqamətdə bu və ya digər zahidliklər və cəhdlər həyata keçirmirik. O vaxta qədər nağıl kimi qalır bu söhbətlərin hamısı insana. Yaxşı bir söhbət, nağıl, ən yaxşı halda ki, burada deyir ki, bu dünya müvəqqətidir, lakin əbədi olan başqa bir dünya var. Əbədi olan başqa bir dünya. Bu dünya istirabla doludur, o dünya isə, o biri dünya isə əbədidir və həzz içindədir. Daim həzz içindədir. Ruhi dünya, hardan ki biz bura gəlmişik, hamımız nə görür şəkildə cinayətkar kateqoriyasında, çünki bura ruhi dünyanın əbədiyyətin həbsxanasıdır və burada qalanların hamısı cinayətkardır. Yoxsa həbsxanaya kimi gələr ki, cinayətkar gələr daha. Yaxşı adamın, normal insanı, normal vətəndaşı şah açan, ölkənin şahı açan aparıb atır həbsxanaya, heç vaxt. Ona görə də bura həbsxanadır və bu həbsxanada da
həbsxanada bəyəm insan fikirləşsə ki, mən gəlmişəm həbsxanaya həzz almağa, həbsxanada gəlmişəm xoşbəxt olmağa. Mən gəlmişəm həbsxanada xariqələr yaratmağa. Gülünc səslənir bunların hamısı. Yox. Yox, gülünc səslənmir. Mən gəlmişəm həbsxanada xariqələr yaratmağa. Mən gəlmişəm həbsxanada xoşbəxt olmağa, həzz almağa. Mən gəlmişəm həbsxana bəzəməyə, bildiniz nətərim. Gülüncdür də bunların hamısı. Bu ancaq cəhalətdən doğru bu cür düşüncələr. Ona görə də insanın bu dünyada, bu müvəqqəti dünyada, hansının ki 4 dənə fundamental problemi var və insan onu həll eləyə bilməyib, indiyə qədər heç eləyə də bilməz. Yəni burada doğuluş var, xəstəlik, qocalıq, ölüm var. Onda insan qrup yaratdıqları bu kontekstdə, bu çərçivədə, bu doğuluş, xəstəlik, qocalıq, ölümün nəyində, kontekstində, onun təsiri altında insan burada qrup yaratdıqlarını elədiklərin hamısında mənası var, heç bir vaxt itir də insanla deyil. Həbsxanada xariqələr yaratmağa çalışırıq biz. Amma əslində isə bura güzəş xarakteri daşıyırsa, dünya özü güzəş xarakteri daşıyır, bizim fiziki bədənlərimiz güzəş xarakteri daşıyır, düzdür? Ona görə də burada güzəşti haqqa çevirmək lazım deyil. İnsanlar bugünkü gündə niyə görə bu cür belə müqəddəs kitabların deyiklərinə biganədirlər, amma özlərinin qrup yaratdıqlarına reallıq kimi yanaşırlar. Bilirsiniz nə üçün? Ona görə ki, onlar güzəşti haqqa çeviriblər də. Güzəşti haqqa çeviriləndə insan həddiyi aşanlardan olur deyilir. Güzəşt haqqa çeviriləndə insan həddiyi aşanlardan olur. İnsan həddiyi aşanda deyir beləsinə Tanrının mərhəməti cəza kimi gəlir. Həddiyi aşanlara Tanrının mərhəməti cəza gəlir. Ona görə bu güzəşti diqqət eləyin görün, bu söhbət nə qədər realdır. Güzəşti məyən biz görmürük. Bəyən biz görmürük ki, bizim bədənimiz və bədənə aid olanların hamısı bizə güzəşti. Güzəştdə də həmişə nə olmalıdır? Sağlam dərrəkə varsa insanda, güzəştdə o neyinir? Maksimum çalışacaq ki, güzəşti minimuma indirsin. Güzəşti minimuma indirsin. Yəni güzəştdən minimum istifadə eləməyə çalışır. Normal düşüncəli insan ona edilən güzəştdən həmişə minimum istifadə eləməyə çalışır. Onda onun tələbat və ehtiyaclarını minimuma indir. Budur, bax, müqəddəs kitabların göstərişləri, çərçivələri, qadağaları, məhdudiyyətləri ki, insanın cismani təbiəti və onun məxsub olduğu bu cismani dünyanın bütün imkanların hamısını Allah bütün peyğəmbərlərlə, müqəddəslərlə, dahillərlə insana işarə verir ki, siz bunlardan istifadəni minimuma indirməlisiniz. Çünki bu sizə güzəşdir. Və güzəşli minimuma indirməklə insan neynir? Özünün real təbiətini dərk eləmək, onu aşkarlamaq şansı yaradır özünə. Çünki fiziki bədənin tələbat və ehtiyaclarını minimuma indirməyənə qədər bizim ruhi şəxsiyyətimizdə nə uyanış baş vermir. Çünki bunlar bir-birinə 180 dərəcə əks təbiətlidirlər. Yəni bu söhbətlər real deyil bəyəm. Sizcə bu fəlsəfədir? Yox. Bu bizim həyat fəlsəfəsidir. Bu bizim gündəlik, həftəlik, aylıq, gündəlik, illik, saniyəlik, hər dəqiqəlik yaşadığımız həyatdır. Yəni bizim bu söhbətlər, Bhagavad Gita'nın elədiyimiz söhbətlər bizim hər dəqiqəlik, hər saniyəlik həyatımızın söhbətləridir bu. Hansısa belə bir dənə yad ölkənin fəlsəfəsi deyil ki. Mən hər dəqiqə baxıram bu saatda, bu mühazirəni verməmişdən qabaq, təsadüfən Facebook səhifəsində gözüm belə çox cazibədar bir aktrisa, türk aktrisasına sataşdı. Belə baxırsan ki, Allaha qurban olum, Allah hər bir insana nəsə verir, Allah öz sevgisini əsirgəmir dünyadan. Baxmayaraq ki, bura həbsxanadır və bizim ona paxıllığımızla onun belə sevgisi eyni zamanda təzahür edir. Ona görə insanları bu çaşdırır. Onlar Tanrının sevgisini görəndə elə bilirlər ki, bu dünya çox mənalıdır. Yox, sadəcə olaraq Tanrının məhəbbəti, sevgisi yaratdığı canlı varlığa əbədidir, yəni əbədi. O harda olur olsun, Tanrının məhəbbəti orada özünü biruzə verir. Ona görə bax, belə sevgi ilə belə bir dənə türk aktrisasıdır. Çox belə cazibədar bir
aktrisadır. Göstərir ki, dənizdə üzür, gəmidə çıxıbdır, turist səfərinə gedir. Sadəcə belə bir dənə əlini ağzına qoyub belə bir necə bir öpüş göndərir. Bildiniz nətəri? Və özünü atır dənizə. Belə çox cazibədar bir. Özünü atır dənizə və salam məhv edir də, yəni intihar edir. Xarici görkəmindən necə deyirlər, belə bəhbəh deyiləsi bir şəxsiyyətdir də. Amma ki, həyatında fikirləşsən, indi mən onu baxdım, sonra otururam Bhagavad Gita'nın leksiyasının üstündə ki, bax hələ hər addımda o deyir ki, Yamaraj, ölüm şahı, Arjuna'nın qardaşı Yudhishthiradan soruşur ki, bu dünyadan böyük möcüzə nədir? Deyir, hər dəqiqə kimsə öldüyünü görürük, amma sonra elə yaşamaqda davam edir ki, elə bir bu bizə aid deyil. Təəccüblü qarşısın ki, bax, insan özünə intihar elədi, cavan özdür. Haradasa belə maksimum 25 yaşı olar da, maksimum. Yəni ki, bunu nə üçün deyirəm? Ki, burada özümüzün bədənimizin qunasını dəyişməyincə qədər bu şeylər bizə necə, bu şeylər bizə təsir eləməyəcəkdir. Ona görə də müqəddəs kitablarda qaydalar, qanunlar var da, çərçivələr var ki, biz yeməyi bu cür yiyin, bax, bu şeylərə baxın, bu şeylərə baxmayın, bu cür paltar giyinin, bu cür paltar giyinməyin, bu cür özünüzü aparın, bu cür özünüzü aparmayın, qaydalar var. Bunların hamısı ne üçündür? Bunların hamısının ötürü ki, bizim fiziki bədənimizin qunasını yüksəltmək. Quna nə deməkdir? Ehtiras, cəhalət, xeyirxahlıq. Ehtiras, cəhalət, xeyirxahlıq. Ehtiras yaradandır, enerjisi Tanrının, cəhalət dağıdandır, xeyirxahlıq isə qoruyub saxlayandır. Krishna deyir ki, mənə yaxınlaşmaq üçün yeganə, yəni həqiqətə yaxınlaşmaq üçün, yəni bütün bu deyilənlərin hamısında həqiqət görmək üçün, reallıq görmək üçün, duymaq üçün, onları həyatına tətbiq eləmək üçün insana nə lazımdır? Xeyirxahlıq qunası. Krishna deyir, tramplin, keçid, xeyirxahlıq qunasıdır. İnsan gərək ehtirasla cəhalət qidalarını həyatından yığışdırsın. Gözün qidası obrazdır, qulağın qidası səsdir, burnun qidası iydir, ağzın qidası yeməkdir, hələ deyir, dadlardır cürbəcür və s. Və bu qidalar üç enerjinin təsiri altında ola, üç cür. Cəhalətdə, ehtirasda və xeyirxahlıqda. Cəhalətdə olan obrazlar var, cəhalətdə olan səslər var, cəhalətdə olan iyilər var, cəhalətdə olan qidalar var, yenicə ehtirasda olanlar var. Ehtirasda olan səslər var, ehtirasda olan obrazlar var. Yəni onlar baxanda səndə ehtirası cuşa gəlir, şəhvəti qıcıqlandırır. Eləcə də yeməklər, bütün bunlar hamısı bax bu üç enerjiyə bölünürlər. Və insan bütün bu qapılarından, bədən şəhərinin 9 qapısından içəri buraxdıqlarının xeyirxahlığa aid olanlarının qayğısına qalmalıdır. Bu insanın öz nəyidir? Öz məsuliyyətidir. Allahın deyil. Tanrı deyir ki, bu sənin öz məsuliyyətindir ki, sən ağzından içəri hansı qidan buraxırsan, gözündən içəri hansı qidan buraxırsan, hansı təbiətlidir? Ehtiras təbiətlidir, cəhalət təbiətlidir, yoxsa xeyirxahlıq təbiətlidir? Ağzımızdan buraxdığımız qidalar, hamısını bu barədə danışmışıq. Ət yemək, balıq yemək, yumurta yemək, sarımsaq, soğan, spirtli işçilər və s. Bunların hamısı qatı cəhalətdə olanlardır. Qatı cəhalət. Qatı cəhalət. Yəni bunları nə qədər içəri buraxır insan, ondan sonra o insan cəhalətdədir. Belə insanın dediyi də, yazdığı da, çəkdiyi də, yaratdığı da, nə bilim, mülahizə elədiyi, həyata keçirdiyi mülahizələrdir. Bunların hamısı cəhalətin təsiri altındadır. Çünki bunun ağzından içəri buraxdığı cəhalətdir. Bildiniz, cəhalətdə olan səslər var. Cürbəcür, bax, bu mənasız musiqilər, mənasız səslər, o qədərdir ki, eləcə də obrazlar, mənasız şeylərə baxır insan, heç bir məna yoxdur. Məna sözün kökü məndə, mən də ruhi canım. Mənasız, yəni mənim ruhuma xoş getməyən şeylərə deyirlər mənasız. O şey ki, mənim ruhuma xoş getmir. Bildiniz nətər? Ancaq şəhvətimi qıcıqlandırır, təkəbbürümü qıcıqlandırır, lovğalığımı qıcıqlandırır, sonra canım sizə desin, şöhrətpərəstliyimi qıcıqlandırır.
yeməklər, gözün yeməyi, ağzın yeməyi, qulağın yeməyi, burnun yeməyi. Bunlar hamısı əgər insanda bu negativ şeyləri qıcıqlandırırsa, bu demək ki, bu insan neyir? Bu insan cəhalətin təsiri altındadır. Və ona belə olanda bizim Bhagavad Gita'nın dediklərinə, olsun Quran-ı Kərimi dediklərinə heç bir həvəs maraq olmur. Həvəs maraq göstərənlər də oradan heç nə başa düşmürlər. Çünki imkan vermir axı ehtiras cəhalət qunası. Bu adam siqaret çəkir, qara çay içir, kofe içir, ət yeyir, yumurta yeyir, balıq yeyir, sarımsaq, soğan yeyir. Hamısı cəhalətin təsiri altında olan qidalar da ağzından girir. Nətər o başa düşə bilər Quranın elmini? Necə başa düşər o Məhəmməd Peyğəmbər sallallahu kəlamlarını, Həzrət Əli əleyhissalamı necə başa düşə bilər? Bhagavad Gita'nın Krishna'nın dediklərini necə başa düşə bilər? Çox çətin olacaqdır. Bunsuz da indi ona görə də bugünkü gün üçün biz Kali Yuga'nın dəmir dövrünün biz cahil insanlarını Allahın sonsuz mərhəmətidir. Krishna Allah ali şəxsin sonsuz mərhəmətidir. Deyir ki, eyb yoxdur. Eləyə bilmirsən də, cahilsən, iradəsizsən, zəifsən, cılızsan, acizsən. Amma götür heç olmasa Tanrı müqəddəs adların tərənnüm elə də. Sən Tanrı müqəddəs adların tərənnüm elə ki, sənin öhdəsindən gələ bilmədiyin problemlərin Tanrı müqəddəs adları həll eləsin, kömək eləsin sənə. Arjuna necə kömək elədi? Arjuna özündən bacarmırdı. Arjuna elə bir momentə gəldi ki, Krishna deyir ki, Krishna, mən özümü itirmişəm. O belə konkret. Dedi, mən özümü itirmişəm. Sən mənə müəllimlik elə. Və Arjuna'nı ilə çıxartdı o vəziyyətdən Krishna. Qoydu mövqeyinə, nə mövqeyinə? Kşatri mövqeyinə. Arjuna başladı Krishnaya xidmət eləməyə. Eləcə də biz özümüzü itirmişik, heç bərpa eləməyə halımız da yoxdur. Həvəsimiz də yoxdur, marağımız da yoxdur. Kiməsə ət yeməmək barədə, siqaret çəkməmək barədə, çay içməmək və s. da bu cəhalət yaradan qida yemək barədə danışanda üz-gözün turşudur. Belə deyir, dana qaldı yaxşı, nə eləyək yaxşı? Ət yemə, içki içmə, siqaret çəkmə, çay içmə, soğan sərflıq yemə, yumurta yemə, dana qaldı yaxşı deyir. Gedək ot yeyək. Yəni bunun həyatı mənası bunlarla doludur. Bunları da sadalayanda zinakarlıq eləmə, qumar oynamada yerdə nə qaldı deyir. Heç nə qalmadı ki. Çünki müasir insanın həyatı elə bunlardan ibarət daxı. Baxın elə, müasir insanın həyatına baxın. Bütün bu qadağı olanlardan ibarətdir. Ət yeməkdən, yumurta yeməkdən, sarımsaq, soğan yeməkdən, qara çay, çayxanaya gedirlər, çayxana. Fikir vermişsiniz heç malaq, südxana olsun, yoxdur. Kompotxana olsun, yoxdur. Var belə şey. Kompotxana, südxana, ayranxana. Yoxdur, amma çayxana var. Necə? Çünki narkotikdir. Narkotik təbiətlidir. Adamlar elə bilər ki, yox. Yox, narkotik təbiəti var, çayın narkotik təbiəti var. Eləcə də siqaret, elə bir ki, ət yemək. Ət yemək, əti insanın əlindən ala bilmirsən. Sən nə danışırsan, ətsiz yaşamaq olar. Krishna deyir ki, bəs siz görürsünüz, özünüzlə bacarmırsınız da, Arjuna özünü itirmişdi, siz də özünüzü itirmişsiniz. Və sizin yeganə çıxış yolunuz Harirnamaya və Kıvılam, Kalao Nastiva, Qatiranatqa. Və sizin yeganə çıxış yolunuz deyir, Tanrı müqəddəs adların tərənnüm eləməkdir ki, sizin özünüzün öhdəsindən gələ bilməyən problemlərinizin həllində Krishna köməkçi olsun, yardımcı olsun. Yəni biz birinci Hare Krishna mantrasını oxuyuruq ona görə ki, bizim bütün bu öhdəsindən gələ bilmədiyimiz problemlərin həllində o bizə kömək eləsin. Onları yığışdırandan sonra Hare Krishna mantrası başlayır insanın ruhi dirçəlişinə, ruhi yüksəlişinə eləməyə, şərait yaratmağa. Hələ ondan da yüksələndən sonra özünü bədən hiss eləməyib, ruhi can olduğunu dərk edəndən sonra insan sədaqətli Tanrı Allah'a sədaqətli xidmətə gələndən sonra Hare Krishna mantrası insanın qəlbindəki Allah'a olan sevginin oyanmasına xidmət. Bu Hare Krishna mantrasının ən yüksək rifahıdır insana gətirən. Ən yüksək rifahı odur ki, Hare Krishna mantrası əslində təyin olub ancaq insanın qəlbindəki Allah'a olan sevgini oyatmaq. Amma ona qədər biz görürsünüz bu etapları keçməliyik. Biz elə birinci özümüzün öhdəsindən gəlməyən pis vərdişlərimizdən, negativlərimizdən azad olmalıyıq ki,
bizim bədənimizin qunası dəyişsin, cəhalətlə ehtirasdan çıxaq xeyirxahlığa ki, biz Krishna Bhagavad Gita'da dediklərini başa düşək. Biz həyatımızı ciddi münasibət eləyək, quraq. Bax, heç olmasa bunu deyim, yaxşı. Ehtirasla cəhalətin təsirindən çıxmaqla, xeyirxahlıqla insan heç olmasa bizi özünün insan həyatına ciddi yanaşmaq nə olduğunu başa düşməyə başlayır. Öz həyatına ciddi yanaşmaq, bildiniz? Biz nədir, zavod fabrikdə işləməklə, nə bilim, böyük şəhərlər salmaqla burada, texnologiya inkişaf elətdirməklə, elmi texniki tərəqqiylə, 18-19 mərtəbəli binada yaşamaq. Biz elə bilik ki, insan həyatında ciddi münasibət yoxdur. Milyon qazanıb bankda saxlamaqla, yığmaqla, durub gedib bu ölkədən o ölkəyə uçuram, o ölkədən o ölkəyə uçuram. Elə bilək ki, insan həyatının ciddiliyi bundadır. Yəni ki, cismani bədənimə aid olan məsələlərə komfort yaratmağa insanlar insan həyatının ciddiliyi kimi başa düşürlər. Müasir dövrün insanı, insan həyatının ciddiliyini o şeydə görür ki, o nə qədər özünün fiziki bədəninin ət-sümük konsident nəsil birləşməsinə ibarət olan fiziki bədəninin 4 dənə heyvanın instinktini nə qədər çox komfortlaşdırırsa, o qədər öz həyatına ciddi yanaşır. Bundan ibarət deyil bu saat bütün sivilizasiya planetin üstündə. Şrila Prabhupada da bunu deyir, Krishna Bhagavad Gita deyir. Məhəmməd bin Səhullah bunu deyir, İsa Aleyhisselam deyir. Bu əslində isə bu qeyri-ciddidir. Bu nə qədər insan fiziki bədənlə rahatlıq yaradırsa, Məhəmməd bin Səhullah demir, o qədər ruhu onu istirab çəkəcək. Yəni bu qeyri-ciddi münasibətdir də. Mən axı ruhi canan bədən deyiləm. Deməli, mənim özümün ruhi can adlı şəxsiyyətimə qeyri-ciddi münasibətim. Amma ciddi münasibət nə deməkdir? Ciddi münasibət deməkdir ki, mən nə üçün doğulub, xəstələnib, qocalıb, ölmək məcburiyyətindəyəm, amma bunların heç birini istəmirəm. Bax, bu suala cavab verəsən və ona uyğun da yaşaya biləsən. Budur, bax, ciddi münasibət insan özünə. Öz həyatına ciddi münasibəti budur. Ne üçün mən doğuluram, xəstələnirəm, qocaram, ölürəm və bu 4 dənəsinin 4'ü də mənim iradəmin əksinə baş verir məndən. Ne üçün məcburam bunları qəbul eləməyə? Bunu həll eləmirsə, insan burada nə eləyir eləsin? Mənasız şeylə məşğuldur. Qeyri-ciddi insandır. Nə qədər çox insan həzzi və xoşbəxtliyi özündən, zahirdən asılıdırsa, o qədər insan qeyri-ciddi insandır. Öz həyatına qeyri-ciddi yanaşır. Nə qədər bizim həzzimiz və xoşbəxtliyimiz özümüzdən qıraqda, yerdən, zamandan, şəraitdən asılıdır, o qədər biz qeyri-ciddi insanıq. Ona görə xeyirxahlıq qunası lazımdır. Bizə heç olmasa öz həyatımıza ciddi yanaşaq. Ondan sonra deyir ki, birinci insan olmaq lazımdır. Ondan sonra Allah fədaisi. İnsan olmaq üçün nələr olur? İnsan olmaq üçün 4 dənə prinsip var. İnsanın 4 dənə keyfiyyəti var. İnsanın 4 əsas keyfiyyəti var. Bunlar hansılardır? Rəhimlilikdir, rəhimlilik, mərhəmətlilik. İkincisi nədir? Zahidlikdir. Üçüncüsü nədir? Təmizlikdir, daxili və xarici. Dördüncüsü də düzgünlükdür. Bu 4 dənə keyfiyyət insanı insan eləyir. Və bu 4 dənəsini əldə eləmək üçün 4 dənə başqa prinsipə əməl eləmək lazımdır. Bu nədir? Birinci, vegetarian olmaq, heç bir heyvan öldürüb ətini yemək. İkinci, heç bir bihuş edici maddə qəbul eləməmək. Üçüncü, heç bir qumar oyunlarında, azartlı oyunlarda iştirak eləməmək. Azarkeşlik. Dördüncüsü də zinakarlıq eləməmək. Bunları eləyəndən, həyata keçirəndən sonra biz insan kateqoriyasına gəlirik. Bundan sonra söhbət gedir ki, biz Allah fədaisi olaq, möminlikdən danışaq, cənnətə gedib düşə bilək, Tanrının yanına qayıtmaq. Bundan sonra gəlir. Bildiniz? Ona görə xeyirxahlıq qunası olmayınca qədər söhbətlər hamısı elə belə qalır. İnsan bir qulağından nar, o birisindən də buraxır. Bir qulağından nar, o birisindən də buraxır. Bildiniz? Çünki quna imkan vermir. İhtiras və cəhalət qunası imkan vermir. Bu qədər. Mən burada dayanmaq istəyirəm. Deyir ki,
Şila Prabhupada deyir ki, heç kəs bu istirabla dolu müvəqqəti dünyada qalmamalıdır. Bura bizim yerimiz deyil. Bu nə qədər real səslənir ki, bura bizim yerimiz deyil. Və bizim yerimiz haradır fikirləşəcək. Özünü cisimlə ət sümük konsidin birləşməsindən eyniləşdirib ancaq onun üçün yaşayan insanı gülünc görsənər də bu cümlə. Bu nə danışır? Bura bizim yerimiz deyil. Biz haradır bizim yerimiz? Ölməkdən qorxan hiss var. İnsanca ölümdən qorxur. Mən də insan fikirləşir ki, yəni burada söhbət ondan gedir ki, mən ölməliyəm, öləndən sonra nasıl gedəcəm? Bu da utopiyadır da, əfsanədir, nağıldır deyirlər. Bu da dini fanatizmdir, sektantçılıq kimi səslənir. Ki, mən ölməliyəm ki, öləndən sonra nasıl gedəcəm? Amma bu belə deyil. Xoşbəxtlikdən bu belə deyil. İnsan öz qunasını dəyişəndə, yəni etirazını cəhalətin təsirindən çıxıb xeyirxahlıq qunasına yüksələndə, İnsanın ölüm sözü insan həyatından yavaş-yavaş çıxır ümumiyyətlə. Ölüm o insan üçündür ki, ölüm və onun təsiri və onun qorxusu və onun duyumu o insan üçündür ki, o insan ancaq günahlı işlərlə məşğuldur. Yəni ancaq özünün ruhuna zidd olan işlərlə məşğuldur. Vəssalam, belə insana ölüm və ölümün təhlükəsi, ölümün qorxusu, ölümün nə bilim və s. Bildiniz nə? Dəhşəti. Ona görə belə insan üçün gülünc görsənir deyəsən ki, bura bizim dünyamız deyil, hansısa başqa bir dənə dünyadan danışırsan. Çünki bunun canında hələ ölüm qorxusu var. Ona görə insan öz qunasını dəyişəndə, cəhalət və etirazdan xeyirxahlığa qaldıranda da insan psixikasından, insanın dərrakəsindən, dünya görsündən, insanın nə deyirlər, mənəvi durumundan bu ölüm qorxusu, ölüm duyğusu bunlar hamısı silinirlər. Silinirlər prosto. Bildiniz mi? Çünki insan, sən daxildən tamamilə başqa bir duyğularla yaşayırsan. Burada ola əbədiyyətdəsən. Burada ola. Burada bizim hər elədiklərimiz, can atdıqlarımızın hamısı, bir dəfə mən belə bir məqalə yazdım ki, insana deyir, Allah insana deyir, sən nə istəyirsən burada? Xoşbəxtlik istəyirsən, deyir, mən də savun vermək istəyirəm. Bilik istəyirsən, mən də səylə onu vermək istəyirəm. Sonra nə? Həzz istəyirsən, mən də elə savun vermək istəyirəm də. Sevgi istəyirsən, mən də elə savun vermək istəyirəm də. Ad, san, şöhrət, elə mən də savun vermək istəyirəm də. Yəni, sən burada elə bir şey istəmirsən ki, elə mən onu sənə vermək istəmirəm. Amma fərqi nədir? Fərq ondadır ki, deyir ki, sən onu öz başıva axtarırsan bunların hamısı, öz başıva. Sən onları özü bu ət-sümük konsidin nəcis birləşməsindən eyniləşdirib axtarırsan. Ona görə də sən onları burada tapa bilməyəsən. Çünki bu bədən nə sən deyirsən, nə də sənin deyil. Ona görə sən bu bədənə aid eləyərək bu sadalananları sayanda sən illüziya qərq olursan. Yəni, onları tapmaq əvəzinə biraz da onlardan uzaq düşürsən. Fakt deyil bu, faktdır. Amma mən deyir, onlara səhər real ünvanını göstərmək istəyirəm. Onların real ünvanı bu deyil, bu burada deyil, Şila Prabhupada deyir ki, müvəqqəti ilə saxta arasında fərq var. Burada Prabhupada deyir ki, bu dünya müvəqqətidir, lakin əbədi olan başqa bir dünya vardır. Bu dünya istirablarla doludur. O bir dünyası əbədidir və həzz içindədir. Əbədi və həzz dünyasının sakinləriyik biz. Amma gəlmişik, fiziki bədən almışıq, oturmuşuq burada, maddi dünyada, həbsxanada. Bildiniz? Özümüzü də unutmuşuq, Tanrını da unutmuşuq, öz həqiqi, real həyatımızı da unutmuşuq. Belə, bu qədər. Mən burada dayanıram. Kiminsə sualı olarsa, mövzu ilə əlaqədar. Mövzu sədaqətli xidmətdir. Ən məxfi bilik. Sədaqətli xidmət də başlayır Tanrı müqəddəs adlarını tərənnüm eləməklə. Bugünkü gündə bizim üçün. Kim Tanrı müqəddəs adlarını tərənnüm eləmə prosesini götürürsə, həyata keçirirsə və onun arası kəsilməzliyin, fasiləsizliyin təmin edirsə, belə insan sədaqətli xidmət nəyindədir? Platformasındadır və gec-tez belə insan öz sədaqətli xidmətin bəhrələrini hökmən görəcəkdir. Belə. Hare Krishna.